söyleyeyim ki, çox təəssüflər olsun ki, Azərbaycanda bu bayaq sadaladığım halları, azacıq sidik qaçırma, tez-tez sidiyə getmək, qəbizlik, nə də cinsi əlaqədə problemlər, bunları bizim xanımlar çox ciddiyə almırlar. Biz bu halları çox vaxt vaginal yolla müayinə zamanı aşkara çıxarırıq və pasiyentə bir soruşuruq. Soruşduğumuz zaman bütün bu şikayətlərin demək olar ki, hamısı var, amma pasiyent bizə bu şikayətdən gəlməyib. Nə bilim, nəsə qanaması var ya da daha öncə miyoması, kistası var, bunu yoxlatmaq üçün gəlir. Amma pasiyentə biz bunu soruşduğumuz zaman bu şikayətlərin hamısı bir-bir üzə çıxır. Pasiyent bunu ciddiyə almır. Çox az qrup pasiyentlərimiz məhz bu şikayətlərdən gəlir və istər əməliyyat, istər müalicə olsun və məqsədi bu problemlərdən qurtulmaqdır. Dediyimiz kimi müayinədə bizə ultrasəs müayinəsi ya da başqa müayinələr çox kömək eləmir. Burada sadəcə birinci gözlə görmək, çünki irəliləyən mərhələdə zaten xanım özü də görə bilər sallanmanı. Erkən mərhələlərdə, birinci, ikinci dərəcəli sallanmalarda biz bunu sadəcə normal güzgü müayinəsi vasitəsilə bilə bilərik.